Salam, hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəlmisiniz. Bugünkü videomda toyuq ətindən sobada bişirmədən, yağda isə qızartmadan bu cürə yumuşaq və qıpqırmızı toyuğu necə bişirmişəm, onu sizinlə bölüşmək istəyirəm. Yenə də mən çox da böyük olmayan həyat toyuğundan istifadə edirəm. İstəyə görə bu yeməyi toyuğun hissələrindən də hazırlamaq olar. Toyuğu doğrayıram və artıq hissələrini atıb suyun altında təmiz olana qədər yuyacağam. Onu da qeyd edim ki, bu yeməyin özəlliyi hazırlayacağımız sousdadır. Ona görə də videomuzu sona qədər izləyin. Asan və tez də başa gələn yemək olduğu üçün siz də çox bəyənəcəksiniz, əminəm ki. Yuyandan sonra toyuğun biraz da suyunun süzülməyini gözləyəcəm. Bu yemək üçün mənə lazımdır 1 ədəd soğan, kartof, qırmızı bibər, yaşıl bibər. Yeməyimizin sousu üçün 2 ədəd süzgəcdən keçirdiyim pomidorun üzərinə yarım armudu stəkan duru yağ tökürəm və 1 dolu yemək qaşığı tomat pastası əlavə edirəm. Daha sonra bunun üzərinə istədiyiniz ədviyyatı əlavə edə bilərsiniz. Mən duz, qara istiot, şirin qırmızı bibər və kəkotu ovuntusu əlavə etdim biraz. 2 ədəd sarımsağı isə sürtkəcdən keçirtdim və bu sousun üzərinə əlavə edirəm. İndi isə bunu yaxşı qarışdıracağım. İnanın ki, o qədər gözəl, ləzzətli bir sous alındı ki, bu sousu bütün ət yeməklərində istifadə etmək olar. Tərkibindəki sarımsaq isə xüsusi dad verir sousa. Əgər sarımsaq sevmirsinizsə, istifadə etməyin. Soğanı, bibərləri 2-3 hissəyə ayırıram. Kartofları isə elə bütöv qoyacağım bişməyə. Toyuqla bir yerdə bişsin. Əgər kartofları doğrasanız, toyuq bişənə qədər əziləcək. Dəyərli izləyicilər, dəstək olmaq üçün kanalımıza abunə olub yorum yazmağı unutmayın. Allah sizlərdən razı olsun. Və toyuqları tavanın içinə yerləşdirirəm. Gördüyünüz kimi heç də yağdan istifadə etmədim. Hamısını yığandan sonra üzərinə kartofları yerləşdirirəm. Və sonda isə tərəvəzləri yığıram. Siz istədiyiniz tərəvəzlərdən istifadə edə bilərsiniz. Üzərinə isə hər yerinə eyni bərabərdə olmaqla sous tökürəm. Əziz xanımlar, əgər qonaqlarınız üçün toyuq yeməyi hazırlamaq istəyirsinizsə, düşünürsünüz ki, həm asan da olsun, həm də o qədər ləzzətli olsun, bu yeməyi çox rahatlıqla hazırlaya bilərsiniz. Sousu tökəndən sonra başqa heç nə əlavə etmirəm yeməyə və bişməyə qoyuram. Altını isə çox aşağı eləyəcəm. Çünki biz bu yeməyimizə su tökmədik və tərəvəzlərin, ətin öz suyunda, buğunda yavaş-yavaş bişəcək. Yeməyimiz artıq 15 dəqiqədir ki, qaynayır və tərəvəzlərin və toyuğun suyu çıxıb, öz buğunda yavaş-yavaş bişir. Və qazın altını çox yuxarı qaldırmayın. Əgər qaldırsanız, onda yeməyinizə su tökməli olacaqsınız. Birazdan ətimizə yenə baxacaq. Əgər yeməyin suyu çəkilibdirsə, ətimiz də bişibdirsə, deməli yemək hazırdır. Artıq 20 dəqiqə keçdi. Mən yenə də ətə, kartofa baxıram. Tam yağa düşüb və ətin isə alt hissələri qıpqırmızı qızarıb. Yeməyimiz hazırdır. Dəyərli izləyicilər, bugünkü videomuzun da sonuna gəldik, çatdıq. Toyuğu bu üsulla hazırladıq. İnanıram ki, hər birinizin də xoşuna gəldi. Çünki həm asan, həm də doyumlu bir axşam yeməyi alındı. Siz də hazırlayın, inşallah. Sizin yorumlarınızı gözləyirik. İndi mən sizə göstərəcəm tikələr necə yumuşaq bişib və sümükdən ayrılır. Onu da deyim ki, mən kartofları seçərkən çox da böyük olmayan kartoflar götürdüm ki, toyuğun əti ilə eyni vaxtda bişsin. Yeməyimiz sobada bişən toyuq yeməklərindən heç də seçilmir. Dəyərli izləyicilər, süfrələriniz həmişə bol ruzili olsun. Göz haqqınızı halal edin. İnşallah
Növbəti videolarımızda görüşənədək Allaha əmanət olun. Salamat qalın.